Salam. Time 2025-ci ildən bir suala baxaq. To live within your means. Bu öz xərclərlə yaşamaq deməkdir. Yəni nə qədər pul varsa, ondan artıq xərcləmir. To drown in debt. Borc içində üzməkdir. To put something away for a rainy day. Nə isə daha pis günə saxlamaqdır. Daha çox pul dar gün üçün pul saxlamaq. Variantlara baxırıq. To owe so much money that your financial situation is almost impossible to deal with. Baxın, elə bu borc içində üzmək deməkdir. 2-yə aiddir. 1-yə baxırıq. To spend less on your lifestyle than you generate in earnings. Qazandığından daha az pul xərcləmək. Xeyr. Bu to live within your meansdir. Yəni öz xərclərlə dolanmaqdır. To use something to its limit is so much that there is nothing left. O qədər pul xərcləyirsən ki, bir də baxırsan pulun yoxdur. Yox. To reach the limit of capacity. Kapasitenin, tutumun limitinə çatırsan, xeyr. Yuxarıdakı sözlərin heç birinə uyğun deyil. To save something special money for a time when you'll need it. Bəli, bu üçüncüyə aiddir. Yəni pis günün üçün pul saxlamaq. Ehtiyacın olan xüsusi bir gün üçün pul saxlamaq. Belə idiomlara, frazalara fikir verin. Hər videomda qeyd edirəm. Mütləq şəkildə MİQ-də, sertifikasiyada belə bir sualımız var. Çünki dərsliklərdə bunlara müraciət edilib. Diqqətli olun. Bəyəndisə, like edib abunə olmağı unutmayın. Hələlik.